11-ci sual qazların sıxlığı, nisbi sıxlıq, qaz qarışığına aid hesablamalar. Səhifə 25. Yeni nəşr 2025-ci ilin test toplusu yeni nəşridir. Sual 11. 25-ci səhifədə 11-ci sual. Sual belədir. Normal şəraitdə sıxlığı metanın sıxlığından 4 dəfə çox olan qaz. Naməlum qazın sıxlığı, naməlum qazı x-la işarə edirəm, sıxlığı metanın sıxlığından 4 dəfə çox olan qazın 0,2 molunun 0,2 molunun kütləsini hesablayın. Neçə qramdır? Biz əvvəlcə bu qazın 1 moluna uyğun gələn kütlə, necə kütlə tapmalıyıq? Molar kütlə. Deməli, sıxlıqla molar kütlə necə mütənasibdir? Düz mütənasibdir. O zaman yazırıq naməlum qazın molar kütləsi metanın molar kütləsindən 4 dəfə çoxdur. Naməlum qazın molar kütləsi metanın molar kütləsindən 4 dəfə çoxdursa, bu X qazıdır, naməlum qaz. Bu da metan. Metanın molar kütləsini necə hesablayırıq? Karbonun ayrı 12, hidrogen 1, 1-i 4-ə vuranda 4. O da metanın naməlum qazın molar kütləsi. Sıxlığın yerinə nə yazdıq biz burada? Molar kütlə. Metanın molar kütləsini hesabladıq 16. Neçə dəfə çoxdur? 4 dəfə. Məxrəcdən qutaranda molar kütlə X qazı bərabərdir. 4 vurmaq 16. O da bərabərdir 64-ə. Həmin qazın, naməlum qazın 0,2 molunun kütləsini tapmaq üçün 0,2 vurmaq lazımdır 64-ə. Ona görə ki 0,2 mol, 1 molumuz əgər 64 qramdırsa, bəs 0,2 molumuz nə qədərdir? 0,2 vurmaq 64. O da bərabərdir qazın kütləsi 8, 6-yı da 2-yə vuranda 12, tamdan sonra 1 virgül atırıq 12,8 qram. Yəni bu qazın 0,2 molunun kütləsi 12,8 qramdır. Ümumiyyətlə, molu, uşaqlar, verilən molu kütləyə çevirmək üçün nü nə miqdarıdır? Maddə miqdarını necə kütləyə vurmaq lazımdır? Molar kütləyə. Yəni, biz orada həmin qazın molun bilirdik, 0,2 mol. Molar kütləsini də müəyyən elədik, neçə idi? 64. 0,2-yi də 64-ə vuranda o da eləyir 12,8 qram. O da nə oldu? M. M nədir orada? Kütlə. Naməlum qazın kütləsi. Nədir bu sualın? 12-də belə bir məsələ var uşaqlar. 12-ci sual. 12-ci sualda normal şəraitdə götürülmüş hidrogen qazı 8 qram və azot qazı 56 qram. Normal şəraitdə götürülmüş 8 qram hidrogen və 56 qram azot qazlarının həcmlərini müqayisə edin. V hidrogenin həcmin və azotun həcmin müqayisə edin. Müqayisə edin nədir? Böyükdür, kiçikdir və yaxud da bərabərdir. Müqayisə etməkdən ötürü biz nəyin tapmalıyıq? Nisbətin. V hidrogen qazının və azot qazının olan nisbət. Bərabərdir nə işarəsi? Sual işarəsi. Həcm nisbətləri maddə miqdarlarının mol nisbəti ilə necə mütənasibdir? Düz mütənasibdir. Belə bir düstur var idi. V hidrogenin həcminin və azotun həcminə olan nisbəti bərabərdir. Hidrogenin mol miqdarının azotun mol miqdarına olan nisbətinin. Biz həcmlərlə maddə miqdarları necə mütənasibdir? Düz mütənasibdir. Nü hidrogen bərabərdir. Nü nə miqdarıdır? Maddə miqdarı. Hidrogenin maddə miqdarını tapmaq üçün kütləsi verilib. Hidrogenin kütləsini bölürük hidrogenin necə kütləsindən? Molar kütləsinə. Hidrogenin kütləsi məsələnin həllində 8 qram verilib. Baxın, neçə qramdır bu? 8 qram. Bölürük molar kütlə, hidrogenin əmiri neçəyə? 2-yə. 8-i 2-yə böləndə 4 mol hidrogen qazı. Azot qazının maddə miqdarını tapırıq. Azot qazı maddə miqdarını tapmamışdan öncə azotun kütləsini, verilən kütləni bölürük azotun necə kütləsindən? Molar
kütləsi. Azotun kütləsi neçə verilib məsələdə? 56 qram verilib. Baxın, azotun kütləsi neçə qramdır? 56. Bölürük azotun molar kütləsi. Ayrı neçədir azotun? 14-ü vurun 2-yə, 28-ə. Yəni molar kütlə emirə bərabərdir. O da 2 mol azotdur. İndi biz düsturu necə yazmışdıq? V hidrogenin həcminin V azotun həcminə olan nisbəti bərabərdir. Hidrogenin maddə miqdarı az əvvəl tapdıq. Hidrogenin maddə miqdarının azotun nə miqdarına olan nisbəti? Maddə miqdarına olan nisbəti. Hidrogenin molu 4 mol bura yazırıq. Azotun molu isə indi müəyyən elədik. Azotun mol miqdarı neçə moldur? 2 mol. İxtisar gedir burada bərabərdir 2 qalır. Bunu da məxrəcdən qurtaranda bu məxrəci 1-dir. V hidrogen bərabərdir. Azotun həcmin vururuq 2. 2 vurmaq V azota. Deməli, cavabı bax belə də saxlayıb. Hidrogenin həcmi azotun həcmindən neçə dəfə çoxdur? 2 dəfə çoxdur. Cavab burada nə bəndi oldu? B bəndi. Hidrogen qazının həcmi, bir də təkrar edirəm, azot qazının həcmindən neçə dəfə çoxdur? 2 dəfə çoxdur. B bəndi. 13-cü məsələni uşaqlar belə yazırıq. 13. Sual 13-dür. Maddənin tərkibində karbon, hidrogen və oksigen atomlarının say nisbəti 1-in 3-ə, 3-ün 1-i olan nisbəti kimidir? Maddənin, bir də deyirəm, tərkibində karbon, hidrogen, oksigen atomlarının say nisbəti 1-in 3-ə, 3-ün 1 kimidir. Yəni, karbonun indeksi 1, hidrogenin indeksi 3, oksigen indeksi neçədir? 1. 1 deyəndə indeksində heç nə yazılmır. Atomların say nisbəti 1-in 3, 3-ün 1 kimidir. Bu maddənin, bax, bu nəyə məlum maddənin buxarının hidrogenə görə nisbi sıxlığı. D necə sıxlıqdır? Nisbi sıxlıq. Nisbi sıxlığı D ilə işarə edirlər. Hidrogenə görə nisbi sıxlığı 31 olduğunu bilərək maddənin molekul formulunu müəyyən edin. Molekul formulunu müəyyən etmək üçün biz bu maddənin necə kütləsini bilməliyik? Molar kütləsini. Verilənləri yazdıq. Bu 1-in 3-ə, 3-ün 1 kimidir. Bu sadə formuludur. Hansı formuldur? Həqiqi formulunu yazmaq üçün 1-in 3-ə, 3-ün 1 kimidir deyəndə mötərizə alıb nə qədər yazırlar? N qədər. N-i müəyyən edəndən sonra biz o maddənin molekul formulu müəyyən edəcəyik. Nə formulu? Molekul formulu. Əvvəlcə biz o maddənin necə kütləsini tapmalıyıq? Molar kütləsini. D necə sıxlıqdır? Nisbi sıxlıq. Hidrogenə görə nisbi sıxlıq bərabərdir. Naməlum maddənin, yəni X-la işarə edilir, molar kütləsini. Bölürük hidrogenin molar kütləsi 2-yə. Yəni, hidrogenin molar kütləsi deyəndə ayrı 1-dir. 1-i 2-yə vuranda 2 eləyir. Hidrogenin molar kütləsinə bölürük. D necə sıxlıqdır? Nisbi sıxlıq 31-ə bərabərdir. Həmin maddənin buxarlarının hidrogenə görə nisbi sıxlığı 31-dir. Naməlum maddənin molar kütləsi bölünsün 2. Buradan da məxrəcdən qurtaranda 31-i 2-yə vuranda naməlum maddənin molar kütləsi 62 oldu. Biz maddənin həqiqi formulunu necə yazdıq? Karbon, hidrogen 1 dənə, hidrogen 3, oksigen də 1 də. Və mötərizə alıb nə qədər yazdıq? N qədər bərabərdir. 1 molunun molar kütləsi neçəyə bərabərdir? 62-yə. Karbonun nisbi atom kütləsi 12. Özləri verir orada. Air, karbon 12-yə bərabərdir. Air hidrogen neçə verir? 1. Məsələ həllində verir. Və air oksigen də 16. Öncədən orada məsələ həllində verir airlərin. 12 vurduq 1-ə 12, 1-i vurduq 3-ə 3, o da 16. Mötərizənin içərisini cəmləyib neçəyə vurmaq lazımdır? N-ə, o da bərabərdir 62-yə. Mötərizənin içərisini cəmləyəndə 31 N bərabərdir 62. N də bərabərdir uşaqlar 2 çıxacaq. 62-ni 31-ə vuranda. İndi maddənin formulu müəyyən elə deyəndə biz sadə formulun nəyə vurmalıyıq? N-ə. N-in də qiyməti neçə tapmışıq? 2. 2 həm karbona aiddir, həm hidrogenə, həm də oksigenə.
Karbon 2 mol atom, hidrogen 3-ü 2-yə vuranda 6 mol atom, oksigen də 2 mol atom. Maddənin formulunu müəyyən edin. C2H6O2. Cavab nə bəndə oldu? B bəndi. 14-cü məsələ eynən oxşar məsələlərdir. 14-cü məsələdə maddənin tərkibində karbon və hidrogen atomlarının say nisbəti 1-in 2.5-ə olan nisbəti kimidir. Yəni, sadə formulu belə olub bu maddə. Karbon 1 mol atom, hidrogen də 2.5 nisbəti kimidir. Həqiqi formulunu tapmaq üçün nəyə vururlar uşaqlar? N-ə. Bu sadə formuludur. Maddənin tərkibində karbon və hidrogen atomlarının, atom deyəndə hara fikir vermək lazımdır? İndeksə, atomların say nisbəti 1-in 2.5 kimidir. Bu maddənin, həmin bu maddənin havaya görə nisbi sıxlığı D, nisbi sıxlığı da hava sözünü yazırıq. Havaya görə nisbi sıxlığı 2-dir. 2 olduğunu bilərək onun molekul formulunu müəyyən edin. Havaya görə nisbi sıxlığı 2 olduğunu bilərək həmin maddənin nəyi müəyyən etməliyik? Həmin maddənin molekul formulunu müəyyən edin. Həlli necə yazır uşaqlar? Əvvəlcə D, hava yazırıq. D necə sıxlıqdır? Nisbi sıxlığı. Havaya görə nisbi sıxlığı necə müəyyən edirik? Həmin naməlum maddəni X-la işarə edirik. Havanın molar kütləsi 29-dur. Yadınızda saxlayın uşaqlar. Molar kütlə hava. Hava molekulunun mənası yoxdur. Hava homogen qarışıqlara aiddir. Havanın molar kütləsi 29 qram bölünsün moldur. Naməlum maddənin molar kütləsini havanın necə kütləsinə bölürük? Molar kütləsinə. D, havanın qiyməti neçə idi orada? 2. Havaya görə nisbi sıxlığı 2 bərabərdir. Naməlum maddənin molar kütləsini bölürük 29-a. Buradan da məxrəcdən qurtaranda 2-nin məxrəci 1-dir. Molar kütlə X bərabərdir. 2-ni 29-a vuranda molar kütlə, naməlum maddənin molar kütləsi 2 vurmaq 29, o da 58-dir. İndi bizim həmin maddəmiz necə idi? Karbon atomu 1, hidrogen indeksində 2.5. Bu sadə formuludur. Vururuq N-ə bərabərdir. Molar kütlə neçəyə bərabərdir? 58-ə. Naməlum maddənin molar kütləsi 58-ə bərabərdir. Karbonun orada həll eləmək üçün ayrı verilib. Ayır karbon. Karbon nisbi atom kütləsi 12. Ayır hidrogen nisbi atom kütləsi isə 1-dir. Karbonun nisbi atom kütləsi 12, hidrogenin ayrı 1. 12-ni vurduq 1-ə. 12 üzərinə gəlirik mötərəzən. 1-i vururuq 2.5-ə. 2.5 vurmaq mötərəzən kənarında n bərabərdir 58-ə. Mötərəzən üçün cəmləyəndə 12-nin üstünə 2.5 gələndə eləyir 14.5 n, n-ə vuranda bərabərdir 58. N-də bərabərdir 58-i bölürük 14.5-ə. Vergülə məxrəcdən bir vergül atanda surətə bir sıfır əlavə edilir. N-in də qiyməti neçəyə bərabərdir? 4-ə. N-in qiyməti 4-dürsə, o maddən CH2.5, N-in yerinə neçə yazırıq burada? 4. Karbon 4 mol atom. 2.5-i 4-ə vuranda hidrogen 2.5 vurmaq 4, hidrogen 10 dənə. Bu maddənin formulu C4H10 olub, butan, alkanların homoloji sırasının 4-cü nümayəndəsi olan butan olub. Cavab nə bəndə oldu? A bəndi. Məsələ 15-ci məsələdə belə yazılıb uşaqlar. 0,25 mol karbon, 4 oksid, karbon dioksid və karbon qazı. Karbon 4 deyəndə valenti 4-dür. Karbon qeyri-metalda Yunan saylarından istifadə olunur. 2D deməkdir karbon dioksid və bir də trivial adı karbon qazı. 0,25 mol, yəni karbon qazı nə oksididir? Turş oksidi və azot qazı. Azot çox atomlu qazdır. Atmosferdə həcmcə 75%-in daha doğrusu azot qazı təşkil edir. O da 0,25 mol. Deməli, məsələn sözü belədir. 0,25 mol karbon qazı və 0,25 mol azotdan ibarət olan qaz qarışığında, qarışığı belə mötərizədə də yaza bilərsiniz.
qaz qarışığında olan molekulların sayıdır. Molekul sayı sual işarəsi. İstənilən maddənin siz bilirsiniz ki, 1 molunda fərqi yoxdur, hansı maddə olur olsun, 1 molunda Na qədər molekul var. Na qədər molekul nə deməkdir? 6 tam %2 vurmaq 10 üstü 23 sayda molekul var. Buna nə ədədi deyirlər? Avogadro ədədi. İstənilən maddənin 1 molunda 6 %2 vurmaq 10 üstü 23 sayda molekul var. İndi biz molları cəmləyəndə 0 %25 biridir, %25 biridir. Cəmləyəndə %25 üzərinə gəlir %25 mol. O da bərabərdir 0,5 mol qaz qarışığıdır. Üst-üstə gələndə o qaz qarışığı nə qədər olur? 0,5 mol. 0,5 mol qaz qarışığında molekul sayını tapmaqdan ötürü tənasüb qurmağa ehtiyac yoxdur. Qaz qarışığı. Qarışıq nə qədər oldu? Qarışıq 0,5 mol. Qarışığın tərkibində nə qaz oldu? Karbon qazı və azot qazı. 2 dənə qazdır. Cəmləyəndə bu qazları oldu 0,5 mol. 0,5 molu molekula çevirəndə nə ədədinə vururlar? Avogadro ədədinə. Ona görə ki, 1 molda Na qədər molekul varsa, 0,5 vurmaq Na-ya. 0,5-in yerinə neçədə 1 yazaq? 2-də 1 vurmaq. Avogadro ədədi nə qədərdir? 6 tam %2 vurmaq 10 üssü 23 sayda molekul var. 1 molda 6 tam %2 vurmaq 10 üstü 23 sayda molekul varsa 0,5 vurmaq Na-ya bu qədər molekul olacaq. 6 %2 ilə 2 ixtisar gedir burada 3 tam. 6 2-yə böləndə 3, 0, 1. O da cavab nə eləyir? 3 tam %1 vurmaq 10 üstü 23 sayda molekul. Nə qədər molekul oldu? 3 tam %1 vurmaq 10 üstü 23. Cavab nə bəndə oldu? Y bəndi. Bu 15-ci sualdır. Sonra keçirik 16-cı suala. 16-cı sualda hansı qazların sıxlıqları eynidir? Sıxlıqları bərabər olan qazların yadınızda saxlayın molar kütlələri, yəni emirləri bərabərdir. Molar kütlə ədədi qiymətçi emirə bərabərdir. Əgər qazın sıxlığı bərabərdirsə, deməli onların necə kütlələri eyni olmalıdır? Molar kütlə İstənilən maddənin 1 molunun qramlarla ifadəsi molar kütlə adlanır və molar kütlə də emirə bərabərdir. Birinci qaz nədir? Karbon 4 oksidi, 4 valenti karbon, dioksid və karbon qazı. Neçə adı oldu? Karbon 4 oksidi, karbon dioksid, karbon qazı və bu turşu nə idi? Oksididir, qeyri-metalın oksidi. Molar kütlə karbon 4 oksidini hesablayırıq. Karbonun ayrı 12, bu da 16. 12 üzərinə gəlir. 16 2-yə vuranda 32, o da bərabərdir 44. Molar kütlənin vahidi nə idi? Qram bölünsün mol, amma emirin vahidi nədir? Yoxdur. Molar kütlə ədədi qiymətçi emirə bərabərdir. İkinci qaz nə idi orada? Rom rəqəminə. C2, H2 nədir uşaqlar? Etin və ya asetilendir. Alkinlərin homoloji sırasının ilk nümayəndəsi. Karbon N-dir, hidrogen 2N-2. N böyük bərabərdir 2-dən başlayıb. Karbonun qiyməti 2-dirsə, baxın 2. N-in qiyməti 2-yə bərabər olanda 2. 2-ni vurduq 2-yə 4. 4-dən də 2 çıxanda 2. Bu qazın adı nə oldu? Etandan ana atdım etin və digər adı nə oldu? Asetilen. Alkinlərin homoloji sırasının neçənci nümayəndəsidir? İlk nə idi? Nümayəndəsi. Alkinlər alfatik, yəni açıq zəncirli doymamış karbohidrogenlərdə sonu in şəkilçisindən bitir. Etin və ya nə deyirlər? Asetilen. Karbonun molar kütləsini necə hesablayırıq? Karbonun nisbi atom kütləsi 12, hidrogenin ayrı 1. Molar kütləsini hesablayanda molar kütlə C2, H2, karbon 12, hidrogenin ayrı 1, 24, üstə gəlmək 2, molar kütlə 26, qram bölünsün nə oldu? Mol. Yəni emiri də neçə idi? 26. Birinci qaz 44 idi, ikinci qaz neçə oldu? 26. Üçüncü qaz propandır. Propan alkanların homoloji sırasının üçüncü nümayəndəsidir. Bu qazın adı nə qazdır? Propan qazı. Tarixi addır. Propan alkanların ümumi formulu CN, H2N plus 2-dir. Karbon 3 dənə, hidrogen 2 vur 3-ə, 6-ın üstə 2 gələndə 8. Nisbi molekul kütləsi molar kütləyə bərabərdir. Propanın molar kütləsi karbonun ayrı
12, hidrogenin ayrı 1. 12-ni vurduq 3-ə, 36, üstə gəlmə 1-i vururuq 8-ə. Bu da bərabərdir 44 qram bölünsün mol. Molar kütlənin vahidi qram bölünsün nədir mol? Birinci qazına, baxın birinci qazın molar kütləsi neçə çıxdı? 44. Və üçüncü qazın molar kütləsi neçə çıxdı? 44. Emirləri bərabər olan qazların molar kütlələri bərabərdirsə, sıxlıqlar da bərabərdir. Və dördüncü qaz orada etan qazıdır. Etan qazı 30 olacaq. Dördüncü qaz etandır. Alkanların homoloji sırasının ikinci nümayəndəsi olan etandır. Alkanlar C-in H2-in plus 2 formuluna uyğun gəlir. N-in qiyməti 2-dir. 4-ün üstünə 2 gələndə 6. Molar kütlə etanın molar kütləsini necə hesablayırıq? Karbonun ayrı 12, hidrogen 1, 24 üzərinə 6 gələndə o da eləyir 30 qram bölünsün mol. Deməli, birinci qaz 44 oldu. İkinci qazın molar kütləsi 26 və astilen idi. Üçüncü qazın molar kütləsi propan 44. Dördüncü qazın molar kütləsi 30. İndi biz demişdik, molar kütlələri bərabər olan qazların sıxlıqları bərabərdir. Onda birinci qazın sıxlığı bərabərdir üçüncü qazın sıxlığına. 1 ilə 3-ün sıxlığı bərabərdir. Cavab 1, 3 D bəndi. Keçirik 17-ci suala. 17-ci sualda nə deyir orada? 17-ci sualda deyir hansı qazların sıxlıqları eynidir. Yenə də emirləri bərabər olan qazların sıxlıqları eynidir. NO, azot neçə oksiddir bu? 2 oksid, azot, monoksid, duz əmələ gətirməyən oksiddir. İkinci qaz C2H2 etin, in və ya astilen alkinlərin homoloji sırasının birinci nümayəndəsidir. İnlərin, yenə təkrar edirəm, birinci nümayəndəsi. Və üçüncü qaz etan verib burada. Etan, daha doğrusu üçüncü qaz bəli etandır. C2H6 etan qazı. Və dördüncü qaz nə verib? Karbon, 4 oksidi, karbon dioksid, karbon qazı. Və bu qazların deyir, sıxlıqları eyni olmalıdır. Sıxlıqları eyni olmaq üçün necə kütlələri bərabər olmalıdır? Molar kütlələri. Həll etmək üçün nə verib burada? Air, hidrogen 1, özləri yazıb. Air, azot, nisbi atom kütləsi 14, məsələ həllində verib. Air, karbonun nisbi atom kütləsi 12 və air, nisbi atom kütləsi oksigen də 16 verib. Baxın, bu qazın ayrı 14-dür. Bunun ayrı neçə oldu? 16. 14-ü 1-ə 14, üstə gəlmə 16. Birinci qazın molar kütləsi nə qədər olur? Birinci qaz NO-dur. Azot, monoksid və ya azot 2 oksidi deyirlər ona. Duz əmələ gətirməyən oksiddir. 14, burada da 16. 14, 16, 30 qram bölünsün nə oldu? Mol. 1 molunun nə ilə ifadəsi? Qramlarla ifadəsi. İkinci qaz C2H2 etin və ya astilen. Etin və ya nə deyirlər ona? Və ya asetilen. Alkindir bu. Karbonun ayrı 12, hidrogenin ayrı 1. 12-ni vuraq 2-yə. 24 üstə gəldik 2, o da bərabərdir 26 qram bölünsün mol. Molar kütlə. Üçüncü qaz etan qazıdır. Etanın molar kütləsi, karbonun nisbi atom kütləsi 12-dir, hidrogenin ayrı 1-dir. 12-ni 2-yə vuranda 24, üstə gəlmə 6, o da bərabərdir 30 qram bölünsün mol. Və dördüncü qaz hansı qazdır? Dördüncü qazın molar kütləsi, karbon 4 oksidi 44-ə bərabərdir. 12 karbonun ayrıdır 16. O da bərabərdir 44 qram bölünsün mol. Birinci qaz 30, 26, 30. Birinci qaz 30 oldu. İkinci qaz 26. Üçüncü qazın molar kütləsi 30 və dördüncü qazın molar kütləsi 44. Molar kütlələri bərabər olan qazların sıxlıqları bərabərdir. 1 ilə üçüncü qazın sıxlığı bərabərdir. Bərabərdir 1 ilə 3-ün sıxlığı. Cavab nə bəndə oldu? Y bəndi. Sıxlıqları burada nə öyrəndik? Sıxlıqları bərabər olan qazların emirlər də nədir? Bərabərdir. Emir də necə kütləyə bərabərdir? Molar kütləyə. 18-ci sual deyir, hansı qaz havadan ağırdır? Havanı necə yazır uşaqlar? Havanın formulu yoxdur. Molar kütlə
hava orada verib. Havanın molar kütləsi 29 qram bölünsün moldur. Bizə də deyir ki, hansı qaz havadan ağırdır. Emiri 29-dan böyük olan qaz havadan ağır qazdır. Emiri 29-dan kiçik olan qaz havadan necə qazdır? Yüngül qazdır. Havanın M orta molar kütləsini verib özdə. Yazıb orada M, bir də təkrar edirəm. Havadan əvvəl yazıb M orta, havanın orta, necə kütləsini yazıb? Molar kütlə. Yəni burada orta molar kütlə, sonra yazıb 29 qram bölünsün mol. Yəni orta molar kütlə 29 qram bölünsün mol. 29-dan böyük olan qazlar emiri havadan ağır qazlardır. Kiçik olanlar isə havadan yüngül qazdır. Birinci qaz havadan yüngüldür. Bu qazın adı neydi? Amoniak. Kəskin eli necə qazdır? Boğucu qazdır. Molar kütlə amoniakı hesablamaqdan ötürü azotun ayrı verib, orada 14 özləri verib. Hidrogenin ayrı 1. 14'ü 1'e vuranda 14. Azotun ayrı. 1'i də vururuq 3'ə. O da eləcə 17 qram bölünsün mol. Yəni bu havadan necə qazdır? Yüngül qazdır. Hava 29'dur. Bu qazın 1 molunun qramlarla ifadəsi 17'dir. Sonra SO2 qazı verib. B bəndində nə qaz verib orada? Bəli, bu qaz havadan ağır qazdır. Kükürt, 4, oksid. 4 deyəndə kükürdün burada valenti 4'dür. Kükürt. Nə oksiddir bu? Dioksid. Kəskin ili nə qazıdır? Kükürt qazı. Bax, bir də təkrar edirəm. Adın hər dəfə fikir verin. Kükürt. Neçə oksiddir bu? 4 oksid. Köhnə adıdır. Köhnədən də qeyri-metalları eynən metallar kimi adlandırırlar. Əvvəlcə adın, sonra dəyişkən valentli element isə nəyi yazırdılar? Valentin və sonunda da oksidlərə aid olduğuna görə oksid gəlməsin. İkinci, qeyri-metal oksidlərin hal-hazırda beynəlxalq üsulla adlandırmaq üçün nə saylarından istifadə olunur? Yunan saylarından. Kükürt. Oksigen 2 dənə olduğuna görə dioksid deyirlər ona. Kükürt. Oksigen 2 dənə olduğuna görə nə deyirlər ona? Oksid. Və üçüncü adı kükürt qazıdır. Kəskin ili boğucu qazdır. Nə qazıdır onun adı? Kükürt qazı, zəhərli qazdır. Özü də bu nə oksididir? Turşu oksididir və hansı turşu uyğun gəlir? Sulfitin nə idi? Anhidridi. Yəni bu suala aidiyyəti yoxdur, amma yazıram sulfit turşusuna uyğun olan nə oksididir bu? Turşu oksididir. Turşu hansı turşudur? Sulfit turşusunun neydi bu? Anhidridi, turşu oksidi. İndi biz o qazın necə kütləsini hesablamalıyıq? Molar kütlə havadan ağır qazdır. Kükürdün ayrı nisbi atom kütləsi 32'dir, oksigen də 16. 32 üstə gəlmə 16 2'yə vuranda 32. Qazın molar kütləsi 64 qram bölünsün moldur. 64 olduğu üçün həmin qazın molar kütləsi böyükdür havanın necə orta molar kütləsindən. Havanın orta molar kütləsi neçə idi uşaqlar? 29. Bu qaz neçə çıxdı? 64. 64 böyükdür neçədən? 29'dan. Cavab nə bənd oldu? B bəndi. Digər qazlar havadan yüngül qazlardır. Havadan yüngül qaz A bəndində idi. Amoniak qazı, yadınızda saxlayın, kəskin ili boğucu qaz. Amoniak qazı kəskin ili boğucu qazdır və azotdur, H3 tipli uçucu hidritdir. Qeyri metalın hidridi uçucu hidritdir. Azotun nisbi atom kütləsi 14, burada da 3. Neçə çıxdı? 17. Emiri. C bəndindəki qaz azot qazıdır. Azot çox atomlu qazdır. Qeyri-metalda 14'ü 2'yə vuranda 28. Hava neçə oldu? 29. Havadan bir qədər yüngül qazdır. Hava 29'dur, bu da 28. D bəndindəki qaz karbon monoksiddir. Baxın, karbonun burada valenti 3, oksigenin də valenti 3 olmağına baxmayaraq adı valentinə uyğun olmayan oksiddir. Karbon 3 valentli olsa da neçə oksid deyirlər? 2 oksid. Karbon qeyri-metal oksididir. Bu köhnə adıdır. Beynəlxalq adı nə oldu? Karbon. Nə oksid deyirlər ona? Mono. Mono niyə görə deyirlər? Oksigen bir dənə olduğuna görə mono. Oksid və üçüncü adı da dəm qazı. Dəm qazı duz əmələ gətirməyən oksiddir. Dəm qazı trivial adı duz əmələ gətirməyən oksid. Karbonun nisbi atom kütləsi 12. Oksigende 16. Cəmləyəndə 28 demiri.
havadan bir qədər yüngül qazdır və nəhayət Y bəndində də metandır, şaxta və ya bataqlıq qazı deyirlər. Təbii qazın əsas tərkib hissəsidir 12, hidrogendə 4, 16-dır, emiri, o da havadan yüngül qazdır. Havadan ağır qaz 29-dan böyük olmalıdır. 29-dan böyük olan qazda kükürt 4 oksidi. Cavab nə oldu? Kükürt dioksid. Kükürt B bəndində idi də cavab. Kükürt 4 oksid. 4 deyəndə bura 4 yazırıq. 4 oksid. İxtisar getdi bura bir 2. Kükürt birinci adı 4 oksid. İkinci beynəlxalq adı kükürt dioksid və üçüncü adı da kükürt qazıdır. Boğucu qazda zəhərlidir və nə oksididir? Turşu oksidi. Keçdik indi B bəndində etdi bu. 18-in cavabı oldu B bəndi. 19-da deyir hansı qaz havadan yüngüldür? Havadan yüngül deyəndə yenə də 19-cu sualda nə yazıb? M necə kütlə? Molar kütlə. Orta molar kütlə hava sözünü yazıb. Hava molekulunun formulu yoxdur, hava qarışıqlara aiddir. Və havanın orta molar kütləsi özləri verib 29 qram bölünsün molda. Yüngül deyəndə 29-dan kiçik olmalıdır. 29-dan kiçik olan qaz kükürt. A bəndində verib bunun adı nə oldu? Kükürt 4 oksid, köhnə addır kükürt dioksid, kükürt qazı. Ola bilməz, bu havadan ağırdır. Ona görə ki, kükürdün ayrı neçə idi? 32, oksigen isə 16 idi. Baxın, 32 kükürt. 16 da vur 2-yə. 32 o da bərabərdir 64. Bunun emiri neçə oldu? 64. Havadan necə qazdır? Ağır qaz. B bəndində yenə karbon 4 oksidi verilib. Karbon 4 oksid. Burada 1 qaldı, yazılmır. Burada 2. Karbon dioksid. Karbon 4 oksid. Karbon dioksid. Bir də adı var karbon qazı. Trivial adı karbon qazı, təsadüfi adı və karbon qazı nə oksididir? Turşu oksididir. Karbonatın nə idi bu? Anhidridi. Karbonun nisbi atom kütləsi neçə oldu? Emerini hesablayanda bunun ayrı 12-dir. Bu qazın, oksigenin ayrı 16-dır. 12 üstünə gəlmək 16-yı vur 2-yə. 32 o da bərabərdir 44. Yəni emer kimi də yaza bilərik. Emer kimi yazanda nə yazırlar? Karbon 4 oksidin emeri 12, 16, 2, 44. Molar kütlə yazanda R-nı yazmırlar. Molar kütlədə yazanda eynən belə yazırlar. Sonunda yazırlar 44 qram bölünsün mol. Bu da havadan necə qazdır? Ağır qaz. Sonra yazıb burada C3H6 propen ya da siklopropan ola bilər. C3H6 qaz halındadır. Karbonun sayı 1-dən neçəyə qədər? 4-ə qədər olan bütün doymuş və doymamış karbohidrogenlər qaz halındadır. Karbonun sayı 3-dür. Hidrogen onun 2 mislidir. Ya bu alkendir, ya da siklo alkandır. Ya ola bilsin propendir. Propen də ola bilər. Alkenlərə aiddir. Ya da siklopropan ola bilər. Fərqi yoxdur. Nə arası izomerdir? Sinif arası izomerdir. Amma biz o qazın emerini hesablayanda emer C3H6 qazanındadır. Karbonun nisbi atom kütləsi 12, hidrogen 1, 36 üstə gəlmə 6, o da bərabərdir 42. Emerin vahidi nədir? Yoxdur. Baxın, emer yazanda vahid yazmırlar. Amma molar kütlə yazsaydım, eyni bu qaçsın. Baxın, emeri 42 çıxartdım. C3H6 42. Molar kütlə yazanda, molar kütlə C3, yenə də H6 yazıram. Yenə də 42-dir. Amma molar kütlənin vahidi qram bölmək mol. Sonra D bəndindəki qaz. D bəndindəki qaz, bu da havadan ağır qazda, hava 29-dur. D bəndindəki qaz C2, H2. Alkinlərin homoloji sırasının birinci nümayəndəsidir. Alkinlər CN, H2 -2 düsturuna uyğun olanlar M böyük bərabərdir 2-dən başlayır ilk nümayəndəsi. Etan sözündən ana atıram etin, alkinlərin sonu inlə qurtarır və ya astilen qazı deyirlər. Bu qazın adı etin, baxın qazların adı mütləq bilməz. Etin və ya nə deyirlər buna? Etin və ya asetilen. Alkinlərin homologiya sözünün mənası nə deməkdir? Oxşarlıq sırasının neçənci nümayəndəsidir? İlk nümayəndəsidir. Karbonun nisbi atom kütləsi 12, bu da 1. 12-yi 2-yə vuranda, emerini hesablayanda C2, H2, karbonun ayrı 12, hidrogen 1, 24, üstə gəlmə 2, 26.
Emirin vahidi yoxdur. 26-dısa havadan necə qazdır? Yüngül qazdır. Yüngül qaz nə bəndində oldu? D bəndində. Və Y bəndindəki qaz da ki, ozon qazıdır. Ozon havadan ağır qazdır. Ona görə ki, aer, oksigen 16-dır. 16-yı 3-ə vuranda, emirini hesablayanda ozon 3 atomlu qazdır. Nə qazıdır bu? Ozon qazı. 16-nı vururuq 3-ə, o da emiri 48 eləyir, havadan ağır qazdır. Yəni 48 böyükdür neçədən? 29-dan. 29 havanın orta molar kütləsi, bu da ozonun. Bizə deyəndə yüngül, yüngül 48-dən 26-dır. 26 kiçikdir neçədən? 29-dan. 29 da havadır. Havadan yüngül qaz D bəndidir. 19-cu sualın cavabı D bəndi. Sual nömrəsinin orada 20-ci sual. Səhifəsi 20-ci sual digər səhifədədir. Səhifə 26. 26-cı səhifə. Deməli 0 %5 molunun kütləsi 3,2 qram olan qazın hidrogenə görə nisbi sıxlığını hesablayın. D hidrogen bərabərdir sual işarəsi. D hidrogen bərabərdir. Həmin qazın nəyə məlum qazı X-la işarə edirəm. Molar kütləsini bölmək lazımdır. Hidrogen necə kütləsinə? Molar kütləsinə. Biz nəyi tapmalıyıq? Molar kütlə. Molar kütlə nəyə məlum qazı nə ilə işarə edirəm? X-la. Nəyə məlum qaz X qazıdır. 0 %5 molunun kütləsi 3,2 qramdır. Bəs molun altından nə yazırıq? 1 mol. Qramın altından nə yazırıq? Molar kütlə. Nə məlum qazın molar kütləsini nə ilə işarə edirəm? X-la. Bax, molun altından neçə mol yazdıq? 1 mol. Qramın altından molar kütlə. Buradan molar kütlə X niyə bərabərdir? Tənasübdə 1-i vururuq 3,2 bölürük. 0 3,2 bölmək 0,5 mol. Vergüllər getdi. Bu vergülə atdıq. Bura bir 0. 60 neçə qram elədi? 4 qram. 320-yi 5-ə böləndə eləyir 64. Deməli, o qaz, nə məlum qazın molar kütləsi 64-dür. Bizə deyir hidrogenə görə nisbi sıxlığını müəyyən edin. Hidrogenə görə nisbi sıxlığını müəyyən edəndə 64-dür. Hidrogenin emiri neçəyə bölünür? 2-yə. Deməli, cavab da neçə olur burada? 32. Həmin qazın hidrogenə görə nisbi sıxlığı 32-dir. Y bəndi.